Mən qazancımı necə artırdım? Pulla bağlı sıxıntılardan necə çıxdım? Bu haqda mənə bir sual gəldi. Ona görə də istəyirəm ki, bir ildən çox zamanımı alan bu bilgiləri sizə bir neçə dəqiqə ərzində burada öyrədim. Əgər hal-hazırda pulla bağlı bir probleminiz, bir sıxıntınız varsa, bilməyinizi istəyirəm ki, bunun kökündə həmişə bu yatır. Pula yüklədiyimiz anlamlar. Gəlin bir nümunə verim sizin üçün. Daha aydın olsun, daha sadə olsun bunu anlamaq. Məsələn, mən özüm, yəni illərlə pulu itirmə qorxusu yaşayırdım. Xərcləyə bilmirdim. Məsələn, adicə özümə geyim alanda belə min dəfə düşünürdüm və mənə elə gəlirdi ki, pul vermək sanki itkidir. Birdən yerinə gəlməz, necə qazanacağam, hardan gələcək? Bu təşvişi yaşayırdım və ən çox da kartda pul saxlaya bilmirdim. İçimdə belə bir duyğu olurdu ki, birdən itirərəm, birdən oğurlanar. Hətta bir dəfə pul da itirmişdim. Yəni bir itki olmuşdu və ona da çox heyiflənmişdim. Əslində 60 manat idi. Belə baxanda çox cüzi bir məbləğ kimi görünür, amma həmin dönəm üçün itirmə qorxusu yaşayan biri üçün çox dəyərli idi. Bəlkə siz də bu durumları yaşayırsınız. Pul xərcləməkdə çətinlik çəkirsiniz və ya pul itkiləri yaşayırsınız. Bilməyinizi istəyirəm ki, bunun kökündə əslində tamamilə başqa bir səbəb yatır. Səbəb odur ki, biz əslində uşaqlıqda hansısa bir valideynimizi itirmə qorxusu yaşamışıq. Məsələn, bu məndə anamla bağlı idi. Mən uşaqlıqdan xatırlayıram ki, ən çox bu qorxunu yaşayırdım. Birdən itirərəm, nəsə olar. Bir dəfə belə bir ssenari də yaşamışdım. Düzdür, bunu artıq işləmişəm təbii ki. Yəni artıq bu duyğu məndən çox yüksək faizdə, yəni azalıb. Ona görə də artıq pulu itirmə qorxusu yaşamıram. Məsələn, hal-hazırda kartım da var, ödənişləri ora alıram, nağd pul da saxlayıram, kartda da saxlayıram. Bir narahatlıq, bir təşviş yoxdur. Çünki mən bunun səbəbini tapdım və işlədim. Hətta bu mənim qazancımın artımına belə təsir elədi. Bir də onu demək istəyirəm ki, indi bu gün sizə deyəcəklərimi mən Pula Məktub marafonunda da mənim müştərilərim işləmişdilər və nəticələrini də görmüşdülər. Demək olar 10-a yaxın nəticə var idi, qazanclarını artırmışdılar, hədəflərinə çatmışdılar. Bir neçə gün sonra həmin nəticələri burada da paylaşacağam. Yəni qısacası bu gün dediklərim əslində real işləyən sxemlərdir. Hal-hazırda pulu itirmə qorxusu yaşayırsınızsa, sadəcə baxmağınız lazımdır ki, bu duyğu əslində hansı valideyninizlə bağlıdır? Hansı valideyninizi itirməkdən qorxmuşdunuz və bu duyğunu hal-hazırda da pula yükləmisiniz? Və ya borcla bağlı bir nümunə deyim. Əsasən borcun səbəbi bilirsiniz nə çıxır? Əgər biz uşaqlıqda ya da indi də hansısa bir valideynimizə qarşı özümüzü borclu hiss ediriksə, bilirsiniz, bizim mentalitetdə bu çoxdur. Əsasən deyirlər ki, anaların, ataların haqqı ödənməz, biz borcluyuq. Bu inancla böyüyəndə bizə avtomatik bu duyğu yüklənir. Ona görə də həyatımızda çoxlu borclar yaradırıq, kreditə düşürük, bu döngülərdən bəzən çıxa bilmirik. Bunu mən də yaşamışam. Yəni borcluluq duyğusu yaşadığıma görə əsasən anama qarşı. Bir də onu deyim ki, bizim bu duyğularımız əsasən daha çox anamıza qarşı olur, amma bəzən atamızla da yaşayırıq. Bu da öz yerində, amma önəmli olan odur ki, bugün burada bunun fərqinə varaq və artıq həll eləmək yönündə addımlar ataq. Bunda deyəcəm ki, zaten mənimlə ödənişli sessiyaya qatılanlara mən sırf öz ehtiyaclarına uyğun olaraq deyəcəm ki, siz necə həll eləyə bilərsiniz. Ya da əgər pul sizə təşviş yaşadırsa, məsələn, ayın sonu maaş alırsınız və təşvişlənirsiniz ki, hansı birinə çatdırım, necə edeyim? Ya burada ikisini bir yerdə edeyim. Bəzən biz, yəni çox ailələrdə belədir ki, pulu birdən çatdıra bilmərəm, ancaq ehtiyaclara çatır, başqa heç nəyə çatdırmaq olmur, təşvişə düşürəm, narahatam, qorxuram. Bu kimi duyğular da sizdə varsa, yenə də baxmaq lazımdır ki, nəyə görə bu duyğunu pula yükləmisiniz, pula köçürmüsünüz sanki. Və ən əsası, indi buradan nə nəticəyə çıxara bilərik? Hal-hazırda nəyin fərqinə vardınızsa, pulla bağlı hansı sıxıntını, hansı duyğuları yaşayırsınızsa, bunun fərqinə varırsınız və gəlirsiniz özlərinizi işləməyə. Mən bununla bağlı zaten məlumat verəcəm, bunu qaçırmayın. Çünki yenə də deyirəm, konkret olaraq mən sizə səbəb və nəticəni deyirəm ki, nəyə görə bunu yaşayırsınız və necə həll eləmək olar. Həll eləməklə bağlı mən sizə fürsəti zaten təqdim eləyəcəm. Pula Məktub marafonu, hansı ki 10-a yaxın nəticəmiz var bu yöndə. Pula yüklədiyimiz bu anlamları, bu duyğuları artıq aradan qaldırdıqdan sonra biz, yəni mümkün deyil ki, qazancımız artmasın. Belə olur da, məsələn, məndə necə idi?
Anladım ki, əslində anamı itirməkdən qorxmuşam. Bu duyğunu işlədim və bu anlamı artıq pulun üzərindən götürdüm. Ona görə də artıq daha rahatlıqla xərcləyə də bilirəm. 3000-dən çox demək olar ki, şəxsi inkişafıma yatırım eləmişəm. Çox rahatlıqla xərcləmişəm bu pulu və bəhrəsini də görmüşəm təbii ki. Eyni şəkildə başqa şeylərdə xərcləyəndə artıq narahat olmuram. Eyni şəkildə təşvişimi də demək olar ki, böyük ölçüdə yenmişəm. Təbii ki, təşviş bəzən qayıda bilir, amma ən əsası odur ki, biz artıq bilək ki, bunu necə həll eləmək olar. Yenə də deyirəm, bunlar özümüzün eləyə biləcəyimiz bir şey deyil. Yəni məni dinləyirsiniz və deyirsinizsə ki, bundan sonra bu duyğuları yaşamayacağam pulla. Bu belə olmur. Bunu biz şuuraltı texnika ilə bir dəfəlik həll eləyə bilərik, amma özümüz eləyə bilməyəcəyik. Yəni mən özüm də özümə eləməmişəm. Mən də coachumla işləmişəm, təlimlərə qatılmışam, seanslar almışam. Amma onu da deyim ki, çox belə uzun-uzadı bir prosesdə deyil əslində. Yəni qısacası son olaraq demək istədiyim odur ki, sadəcə olaraq Pula Məktub marafonuna gələrək siz bu proyeksiyaları, bu anlamları çox rahatlıqla pulun üzərindən götürə bilərsiniz. Bu duyğuları işləyərək qazancınızı artıra bilərsiniz istədiyiniz qədər. Çünki hal-hazırda yaşadığınız problemin bir səbəbi var. Bunu artıq çözəndən sonra artıq yolunuzda bir əngəl qalmır. Ona görə də bu fürsəti yaxşı dəyərləndirin. Əgər bu gün məni dinləyərkən özünüzə aid bir şeylər hiss elədinizsə və düşünürsünüzsə ki, mən artıq bunu necə dəyişdirə bilərəm, necə eləyim ki, həyatımda istədiyim nəticələri əldə eləyim, o zaman sizin üçün çox gözəl bir xəbərim var. Sadəcə olaraq Bioda Klinikdən keçid eləyərək marafonla bağlı ətraflı məlumatı əldə edə bilərsiniz. Hal-hazırda bu fürsət sizin qarşınıza çıxıbsa, qeyd eləmək istəyirəm ki, bu təsadüf deyil. Çünki siz indiyə qədər məni dinlədiniz, dəyərli zamanınızı sərf elədiniz şəxsi inkişafa, bir şeylər öyrənməyə. Bunun üçün həm sizi təbrik eləyirəm, həm də istəyirəm ki, qarşınıza çıxan bu fürsəti dəyərləndirəsiniz. Əgər istəyirsinizsə ki, mən paylaşım eləyəndə ilk olaraq sizə xəbər gəlsin, sadəcə olaraq kanala abunə olun və bildirişləri açmağı unutmayın. Növbəti podkastlarda görüşənə qədər.